Əziz valideynlər, övladınızın nəticəsini qiymətləndirməyin, əməyini qiymətləndirin. Nəticəsi qiymətləndirilən insan, sən imtahanda yaxşı nəticələr elədin, 90 aldın, 100 aldın, 80 aldın, afərin sənə. Üstəlik də bunu qiymətləndirmək üçün hədiyyə verirsinizsə, Türklərdə yaxşı bir psixoloq, pedaqoq var, yaxşı bir kitabı var, məni mükafatla cəzalandırma. Övladınızın nəticəsini qiymətləndirəndə əslində siz övladınıza pislik eləmiş olursunuz. Onda şuuraltı bu fikri formalaşdırırsınız ki, sən əslində yetərsizsən, yetərsiz bir insansın. Yetərsizlik duyğusu şuuraltına yerləşir və gələcəkdə həmin insan, övladınız özünü yalnız digərlərinə sübut eləmək üçün, digərlərinə yetərli olmaq üçün düşüncəsi ilə digərlərinin gözündə yetərli olmağa çalışacaq və həyatda xoşbəxt olmayacaq, mənəvi tərəfi boş olacaq, asılı insan olacaq, digərlərinin düşüncəsindən, fikrindən asılı insan olacaq. Onun həyatındakı uğuru digərlərinin fikri idarə edəcək. Amma əməyi qiymətləndirilən, nəticəsindən asılı olmayaraq əməyi qiymətləndirilən, sən çox çalışdın, bu mənim üçün çox dəyərlidir, vaxt sərf elədin, enerji sərf elədin. Nəticən nə olursa olsun, mən sənin arxandayam, sənə güvənirəm, sənə inamım tamdır, yaxşı işlər görəcəyinə inanıram. Yaxşı iş görsən də, görməsən də, nəticən yaxşı da olsa, pis də olsa, 50 də olsa, 100 də olsa, 90 da olsa, mənim üçün önəmli olan sənsən, sənin varlığındır, sənin əməyindir. Əməyini qiymətləndirirəm, mənim üçün ən vacib olan nüans budur. Deməyiniz, amma bunu sözdə quru-quru deməyiniz lazım deyil, onu hiss etdirmək lazımdır. Şagird, uşaq onu hiss eləyir, övladınız onu hiss eləyir. Siz yəni deməsəniz də o hiss eləyir onu. Empatiya eləməyiniz lazımdır. Əməyi qiymətləndirilən şagird, insan, övlad gələcəkdə daha uğurlu olur, daha xoşbəxt olur, özgüvənli olur, özünə inamlı olur. Həm özünə, həm ailəsinə, həm sizə, həm cəmiyyətə, həm dünyaya daha faydalı insan olur. Əsas odur ki, sağlam insan olur və əsl xoşbəxtliyə çata bilir. Hər bir valideyndən xahiş edirəm, bu məqamlara mütləq ciddi şəkildə fikir verin.